Tarixdə bir adam var idi. Bəli, 14 yaşında at belində Təbrizə daxil olur, Səfəvilər dövlətini qurur. Bu adam Şah İsmayıl Xətai idi. Şah İsmayıl Xətai həmin dövrdə Qızılbaşlar tayfalarını özünə tabe edir və fanatik, məğlub edilməz ordu yaradır. Çox heyif ki, 1514-cü ildə Osmanlılara məğlub olur, dövlətin əsas paytaxtı Təbriz Osmanlıların əlinə keçir. Bu məğlubiyyəti qəbul edə bilməyən Şah İsmayıl çox böyük mənəvi sıxıntılar keçirir və 1524-cü ildə vəfat edir. Şah İsmayılın ölümündən sonra Səfəvilər dövləti çox da inkişaf etməsə də, bir neçə müddətdən sonra 1-ci Abbasın dönəmində Səfəvilər yenə keçmişdə olduğu kimi qızıl dönəm yaşayırlar. Bəli, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Azərbaycanın ən böyük şahlarından biridir.